Salam əziz dokuzlar. Gəlin sizinlə bugün başlayaq sual izahlarının cavablarına, daha doğrusu 5-ci sualdan. Deməli, 5-də cavabımız olacaq D variantı. Did Mary thanks Caitlin for the wishes and invites her to the party? Caitlin Mary'yə məktub göndərir, onun doğum gününü qeyd edir. Mary də deyir ki, bir həftə sonra, yəni bu 5-ci gün ad günümü keçirəcəm və səni orada görmək istəyirəm. Ona görə də olur D variantı. Geniş izahları bu günləri inşallah paylaşacağım sizinlə. 6-da olacaq Y variantı. The new sweets don't contain much sugar. Baxın, burada deyir bizə, they contains less sugar. Yəni az, onların tərkibində az pesok var. And are perfect for everyone to eat. Və hər kəs üçün yaxşıdır. Yəni burada məhsul təqdim edirlər, şirniyyatlar və birini alana ikincisini pulsuz verirlər for free. Ona görə də 4 variant səhvdir, qalır 6-da Y variantı. 7-ci sualımızda olacaq elə C variantı. Freda asked her parents to meet her at the station. Freda Londonda işləyir və oradan valideynləri görmək üçün gəlmək istəyir Bezla. Bu həftə gəlmək istəyir və onlara deyir ki, əgər yüküm ağır olsa məni qarşılaya bilərsiniz vağzalda. Ona görə qalır elə C variantı. Gəlin qrammatika suallarına baxaq. Mətnin suallarını da sonra paylaşmağa çalışacağım. 13'te I ate passive voice istir. I ate sandwich for breakfast. Sandwich was eaten for breakfast. 13 olacaq D variantı. Yerdə qalanlarda was eaten A ilə başlaya bilməz cümləmiz, A ilə başlaya bilməz. Burada indiki zamanda verilib. Yerdə də ki, köməkçi verilimiz yoxdur. 14'te is talking to da var burada. Olacaq who. Who is talking? Who is Rose talking to on the phone? I'm sure it is Miranda. Kim ilə danışır? 14 olacaq A. 15'te I have been to the restaurant once. Orada bir dəfə olmuşam. Since it opened. Açılandan bəri orada bir dəfə olmuşam. Əgər suallarda hər hansı bir səhvlik olarsa, geniş izahda və yaxud da kommentlərdə bildirməyə çalışacağam. Amma diqqətlə yoxlamağa çalışmışam. Deməli, altından xətt çəkilmiş sözün antonim istəyir. Altından xətt çəkilib buy. Satmaq da olur sell. Buy almaqdır, sell satmaqdır. 16 olur B variantı. 17'də correct option istəyir bizdən. Emily is one of-dan sonra Z varsa burada the most in the class olacaq B variantı. 17 olur B. 18'e baxıram. Choose the correct pair of compound nouns istəyir. Birthday bir də bookshop. 18 olur B. Bu asan suallardan biridir. 19'da bizdən close meaning istəyir. Elə ancient bir də old. Yəni close meaning sinonimdir uşaqlar. Bizdən sinonimi istəyir. O da olacaq D variantı 19'da. 20'də correct option istəyir bizdən. Is a large amount of water covering an area that is usually dry. Əsasən quru olan bir sahənin su ilə örtülməsi bu olacaq flat, yəni daşqın. Choose the correct preposition. One of the women stole the research papers from the laboratory. Laboratoriyadan oğurladı qadınlardan biri. 21 olacaq A variantı. 22'də choose the correct option. I could to olmaz, might to olmaz. Bunlar çıxdılar. Was able on to'su yoxdur. Able on to'su yoxdur. Çıxdı, qaldı elə B variantı. 22 olacaq B variantı. Can olmalıdır. Deməli, 23'də bizdə birinci sədə yesterday verilib və bağlayıcı ilə bağlayıbdır. Hər ikisi eyni zaman olmalıdır. Yesterday'lərində olur. Keçmiş sadə zaman 23 olacaq D. Wrote burada sendin tısı olmalıydı. Qaydasız feildir. Ona görə də B ola bilməz. 24'də which word means to agree to take something that is offered or given. Bu olacaq accept, qəbul etmək. 25'də isə correct option istəyir. Bu agreement bölməsidir. Of-dan əvvələ baxıram. Of-dan əvvəl product səm olduğu üçün orada are və will qoyacağam. 1 və 2. Əziz dokuzlar, hər birinizə uğurlar. Hər hansı bir sualınız olarsa kommentlərdə bildirməyi unutmayın və bizə dəstək olmaq üçün kanalımıza abunə olub dostlarınızla paylaşsanız sevinərik. Sağ olun.